BMW ayıq üçün təqdimatı ziyan və cəmi bircə sualım var. Elektromobil bizim gələcəyimizdir, ya gələcək artıq buradadır. Deyirlər ki, avtomobilin səsi yoxdur. Bəlkə o gələcək, səssiz gəlir. Bir də səsi yoxdursa, o demək deyil ki, onun xarakteri də yoxdur. Gəlin şər arxasına keçək. Beləliklə, sıfır emissiya və ani sürətlənmə. Ümumiyyətlə, şər arxasına keçən kimi bunun elektromobil olduğunu tamamilə unudursan. Bu BMW-dir.